Salam, hər vaxtınız xeyir olsun. Bu videoda biz Testbank təhsil platforması vasitəsilə necə onlayn sınaqlar yarada biləcəyimizlə tanış olacağıq. Bunun üçün test həllət bölməsinə daxil oluruq. Test həllət bölməsinə daxil olduqda aşağı düşdükdə imtahan rejimini seçirik. Təsadüfi test rejimini seçirik. İmtahanda istifadə edəcəyimiz testləri daxil edirik. Məsələn 4. Hansı testlərdən istifadə edəcəyimizi seçirik. Məsələn 3 və 8-ci testlər arasındakı test, 75 və 90-cı testlər arası 2 test. Daha sonra aşağı düşərək imtahan qaydaları ilə razılaşırıq və imtahana başla düyməsini basırıq. Bu zaman imtahan sualları qarşımızda görünür. Onları bir-bir cavablandırırıq. Hər sualı cavablandırıldıqdan sonra cavabı saxla düyməsini basırıq. Sualı cavablandırmadan da cavabı saxla düyməsini basmaq olar. Amma istənilən halda hər bir sual üçün cavabı saxla düyməsi sıxılmalıdır. Növbəti son sualı da cavablandırırıq. Cavabı saxla düyməsini basırıq. Bütün sualların cavabı saxlanıldıqdan sonra imtahanı bitir düyməsi görünür. Bəzən bu düymə görünmürsə, əvvəlki testlərə qayıdıb bu düyməni görmək olar. Gördüyünüz kimi bütün suallar cavablandırıldıqdan sonra imtahanı bitir düyməsi görünür. İmtahan bitir düyməsini basırıq. Burada bizim ümumi nəticələrimiz görünür. Göründüyü kimi